Aleyküm salam herkese. Bugün biz Grova Garden'ın en popüler oyun Roblox'a onun təzə güncəlməyə gəlib və o təzə güncəlməyə sizə mexanik, təzə karakter, təzə pet və təzə meyvə. Gəlin sizə göstərəm bunun meyvəsidir. Hələlik sizə birinci şeyi göstərəcəm. Təzə mexanik gəlib. Bax, girirsiniz sit mağazinə. Bax, sizsə nə var burada? Bax, mən düşməmişəm. Baxın, gördünüz? Gördünüz? Çiyələk da seçim olur da adi çiyələk olur. Bu təzə mexanikdir. Bu təzə gəlir. Bax, bu gül oldu, bu qarpız oldu, bu alma oldu, bu bambuk oldu. Bambuk gördünüz. Bu şey oldu. Bu da kakos oldu. Bu mango oldu. Bu grape oldu. Bu mushroom oldu. Paper və təzə gələn adlı Beanstalk Seed. Baxaq o nətərdir. Yoxsa ki prismatikdir. 717 Robux özdəki. Beanstalk prismatik. Təzə gələn. Belə düşünək ki bu zeytun kimi bir şeydir. Baxaq nətərdir. Prismatik. Aha, görsəniz zeytun kimi. Nəysə. Gəlin baxaq bəlkə təzə gəlməyib Gear Shop'da. Məncə Gear Shop'a da gəlməlidir. Çünki başa düşürsünüz də. Sənə yadımdan çıxdım ki, təzə pet gəlib. Adlı Chicken Zombie. Sizsə bu nəyə oxşuyur? Təbii ki, Minecraft'ın filminə Chicken Jockey. Görmürsünüz fərqi yoxdur. Hamısı eynidir. Nəysə. Mən çatdım təzə Beanstalk Seed'e, amma çətin idi. Siz niyə görə? Çünki o 10 milyon dollardı bu. Yoxsa ki, bizim neçə dəfə çıxdı? Mən 4 dəfə göstərdim, 4 dəfə. Mənə çıxdı. Deyəsən, mənəm birinci adamam bu təzə Seed'i tapan. Götürən əslində. Nəysə, gəlin qoyaq onu. Mən baxdım, bu deyir ki, zeytundur. Belə zeytun olur. Buna böyüyür, buna böyüdü. Yavaş biraz, çox böyük. Neyse, biraz da deyək. İndi bu o qədər böyük olur ki, biraz da su tökəndən sonra ucu mega olacaq. Baxaq. Dök. Baxaq. Maksimum qədər çatdı. Maksimum. İndi nətər çıxacam ora? O da var, məsələn. Nətər çıxım? Belə çıxır. Düşürəm axı. Nəsə, daha asan deyil. 2000 years later. Mən hər şey kimi çatdım həmən yerə. Bilirsiniz nətər? Məcburi bambukla işlətdim. Məcburi bambuku göstərdim, çıxsın və belə. İndi baxın, görün nə böyüdür ki. Deyəsən, bu ən böyük seeddir. Çünki başa düşürsünüz. Çünki ən böyüdür arqada. Şeydən də böyüdü, kaktusdan, bambukdan da, bambuk düşlə çatdı. Neysə, bu çox qəşəngdir. Bax, mən belə baxdım və buradan elə bir şey düz o yarpaqlardan çıxır, zeytun. Birisi var, biri çıxır, birisi var 2'dir, birisi var 3'sü çıxır. 8 kilograma 33 dollara satmaq olur. Məncə, bu Grova Garden üçün belə təzə bir dənə gətirilib. Təzə məncə üçün. Çünki başqasını görmürəm. Və bir dənə çalışa bilsəm, Chicken Zombie'ni də çağıraram və onu göstərəcəm nətər işləyib. Ya da çağıra bilməsəm heç olmaz. Nəysə, bu qədər bəsdir, biz də sağlaşırıq. Sağ olun.